Migren nədir və migren ümumiyyətcə xəstəlikdirmi, yoxsa sadəcə ağrıdırmı? Bu sualların kifayət qədər tez-tez rastlaşırıq. Onu vurğulamaq istərdim ki, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin təsnifatına əsasən migren tamamilə sərbəst olan bir xəstəlikdir. Nevroloji xəstəlikdir, hətta bəzi mənbələrdə neyrovaskulyar xəstəlikdir və xroniki xəstəlikdir. Bu o deməkdir ki, migren hansısa bir digər xəstəliyin təzahürü deyil. Özü sərbəst bir xəstəlikdir. Və migreni biz necə digər baş ağrılardan ayıra bilərik? Bu da çox asandır əslində. Yəni, əgər migren digər baş ağrılardan, misal üçün bir pasient gəlib söyləyər ki, doktor, mənim başım ağrıyır. Görəsən bu migrendir, yoxsa yox? Bu suala cavab vermək üçün bizim öz bir sorğularımız var. Misal üçün, ağrı bir tərəflidirmi? Əksər hallarda ağrı bir tərəfli olur. Ya sağ, ya sol. 1% hallarda iki tərəfli də ola bilər. Burada artıq bizi bu biraz çaşdıra bilər. Növbəti sual. Ağrı ürək kimi döyünəndimi? Pulsasiya edəndimi? Çox zaman xəstələr söyləyirlər ki, elə bil ki, çırpınır, döyünür. Elə bil çəkişlə başımı vururlar. Bax, belə ağrılar olur. Ağrının şiddətini soruşduqda çox zaman pasiyentlər söyləyir. Yavaşdan başlayır, şiddətə doğru gedir. Və elə bir nöqtəyə gəlir çatır ki, artıq dözülməz olur. Vaxtında dərmanı içməsəm. Bəzən iş yerində oluram, bəzən yolda oluram, ağrım başlasa, yəni dərmanım yanımda olmadığı üçün zamanında dərmanı içə bilmədimsə, artıq sonra dərman içərimsə də heç fayda verməz. Fiziki aktivlik zamanı, əgər pilləkənləri qalxarımsa, evin içində iş görərəmsə, yaxud da ki, bir zehni iş görərəmsə, kompüterin qabağında əyləşib bir işlər görərəmsə, bu ağrı arta bilir. Yəni, bu əsas 4 meyardır. Bu 4 meyarlardan əgər ikisi çıxarsa bizdə, yəni, deyək ki, bir tərəfli ağrı var, bir də ürək kimi döyünəndir. Amma ağrı çox şiddətli deyil və fiziki aktivlik zamanında yəni, ağırlaşmır. Belə də bunu söyləyə bilirik. Amma 4-ündən ikisi varsa, artıq burada yaşıl işıq yandı. Növbəti meyarı nədir? İşığa, səsə həssaslıq və yaxud da ürək bulanma və qusma. Çox zaman xəstələrimiz söylüyor ki, doktor, qusma məndə olmur demək olar ki, və yaxud çox nadir hallarda olur. Bu heç nə demək deyil. Və yaxud da ki, ürək bulanma hər zaman olmur. Bu da heç nə demək deyil. Meyar deyir, ikisindən biri. Yəni, biri nədir? Ya işığa və səsə həssaslıq, ikisi birlikdə olmalıdır və yaxud da ki, ürək bulanma və yaxud qusma. Adətən ağrı çox şiddətli olanda həm işığa, səsə həssaslıq olur, həmçində ürək bulanma olur. Amma ağrı orta şiddətində olanda bu zaman yəni ürək bulanma olmamış kimi də ola bilir. Bu da belə. Bu bizim digər meyarımız. Üçüncü meyarımız hansıdır? Müddət. Əgər ağrı 4 saatdan 72 saat arasında yəni davam edərsə, yəni 4-72 saat, biz o zaman migrendən şübhələnəcəyik. Düzdür, uşaqlarda və yeniyetmələrdə biraz fərqli ola bilir. 1 və yaxud 2 saatda davam edə bilir. Bu səbəbdən uşaqlardakı olan migrenin, böyüklərdəki migrenin meyarlarında fərq var. Əgər bu meyarlar üst-üstə gəldisə və xəstəmizi müayinə edərkən heç bir nevroloji defisit yoxdur və yaxud da ki, digər bir simptomlar aşkarlanmayıb və yaxud da ki, əlavə bir müayinələrdən keçirtmişik. Orada da, misal üçün, MRT müayinəsi olsun, KT müayinəsi olsun və yaxud digər bir müayinə olsun. Burada bir patoloji bir, belə deyik, patologiya aşkarlamamışıqsa, o zaman biz artıq pasiyentin şikayətlərinə əsasən migren diaqnozunu təyin etmiş olacağıq.